Salam dostlar, deməli Büyüm Əli Nağıyevdən danışacağıq. Daha doğrusu Əli Nağıyevin Qarabağda işğaldan azad olunmuş ərazilərdə zəbt etdiyi bağlardan, zəbt etdiyi obyektlərdən danışacağıq. Qarabağda olan, əslən Qarabağda olan dostlarımız maraqlı məlumatlar verirlər. Mütəmadi olaraq Dağlıq Qarabağdan, işğaldan azad olunmuş ərazilər haqqında. Və şübhəsiz ki, burada məlumatlar əsasən bu tikinti fırıldaqları ilə, korrupsiya ilə bağlıdır, keyfiyyətsiz tikilmiş evlərlə bağlıdır və s. Və eyni zamanda da bu Dağlıq Qarabağın bölüşdürülməsi ilə bağlıdır. Dostlarımızdan biri məlumat verib ki, deməli, Əli Nağıyev, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, Xocalıda və Ağdərə rayonlarında ermənilərdən qalan böyük ərik bağları, şaftalı bağları, üzüm bağlarını ələ keçirib. Hətta həyətlərdə olan belə bağlar Əli Nağıyevdir. Əli Nağıyev tərəfindən istifadə olunur. Və Əli Nağıyev artıq işğaldan neçə ildir bu ərazilər azad olunub, ora köçürülmə yoxdur, heç nə yoxdur. Əli Nağıyev orada mövsümi işçilər gətirir. O bağlara qulluq edir, bağların meyvəsi bağlardan yığılır, satılır və bunun gəlirlər şübhəsiz ki, Əli Nağıyevin cibinə axır. Bütün bu işlərə də bir Qara adlı bir nəfər tapıb, təyin edib. O Qaranın özü də deyəsən əslən Xocalıdan deyə Ağdərədəndir, əsli oralıdır və bu adam ora baxır. Təkcə torpaq sahələrini, təkcə bağları zəbt eləməyib Əli Nağıyev. Əli Nağıyev orada o ermənidən qalan obyektlər var. Məsələn, mağazalar var, müxtəlif balaca müəssisələr var, sexlər var, xırda fabriklər var. Əli Nağıyev onların da üzərinə əl qoyub. Oranı da özünkiləşdirib. Dədəmalı kimi qəsb edib. Deməli, 3000 nəfər adam həyatını itirib Dağlıq Qarabağın azad olunmasından ötürü. 10.000 nəfər adam 10.000 nəfər bizim əskər və zabitimiz, bəlkə də daha çox, əzalarını itirib, sağlamlığını itirib, əlil olublar və hökumət bu insanların çoxsunun əlilliyini verməyib, tanımayıb. Əlil olan, baxıma ehtiyacı olan bizim qazilərimiz baxımsız qalır. 100 nəfərə yaxın, 100 nəfərdən daha doğrusu 100 nəfərdən artıq qazi intihar edib. Bunlara baxan yoxdur. Amma İlham Əliyev, Əli Nağıyev və digər yüksək rütbəli məmurlar Dağlıq Qarabağı öz aralarında bölüşdürüblər. Hamımız bilirik ki, Dağlıq Qarabağın böyük hissəsi 90% İlham Əliyevindir. İlham Əliyev orada öz gədə-güdələrinə, öz buyruqçularına, bu Əli Nağıyev kimi adamlara da şərait yaradıb orada, pay verib. İlham Əliyev özünü kral hesab edir və bu Əli Nağıyev kimi adamlar da özün şillə vuranlarına da oradan pay ayırır hərəsinə. Necə ki, keçmişdə şahlar məsəl üçün torpaq sahəsi ayırırdı öz vassallarına, nə bilim, öz xanlarına, bəylərinə. O eləcə də İlham Əliyev. İlham Əliyev Xocalı rayonunu və Ağdərəni bağlarını, Ağdərənin torpaq sahələrini, Ağdərədə ermənilərdən qalan obyektləri verib Əli Nağıyevə. Amma bizim qazilərimiz, əlillərimiz baxımsız qalıblar. Hətta əlillərin pensiyalarını belə kəsiblər. Necə olur ki bu? 10 minlərlə bu Qarabağ müharibəsinin veteranı var. Ev yoxdur, eşiyi yoxdur, işi yoxdur. Bax, orada evlər dağılmıyor. Orada torpaq sahələri var. Orada yaşamaq, orada ailəsini dolandırmaq üçün imkan var. Niyə məşğullaşdırmırlar insanları? Niyə insanları ora köçürmürlər? Niyə insanlar hazır tikili evlər var da? Niyə o evləri, hazır tikililər dağıdırlar? Çünki ora adamların gəlməsini istəmirlər. Çünki bütün Dağlıq Qarabağ İlham Əliyev tərəfindən zəbt olunub. İlham Əliyev orada 10.000 hektarlarla ərazini əkir, biçir, hər şeyliyi müxtəlif aqroparklar yaradır. Erdoğan 10 minlərlə heyvanı Laçında, Qubadda, Zəngilanda saxlayır, otarı onları. Amma Azərbaycanlılar biz əti od qiymətinə alırıq. Çünki
Azərbaycan kəndisinə, Azərbaycan vətəndaşına işğaldan azad olunmuş ərazilərdə mal heyvan saxlamağa icazə vermir. İlham Əliyev zəbt edib və indi də məlum olur ki, bu Əli Nağıyev kimi şillə vuranlarını oradan pay ayırır. Birinə Ağdərədən biraz yer verir, birinə Xocalıdan verir, birinə nə bilim Şuşadan, Laçından verir. Və bu Əli Nağıyevin komandası, Əli Nağıyevin qurğuna da bələyib o ağsaqqallıq deyir. Bax belə, bu vətən torpağı, vətənin malı, mülkü bir ovuc İlham Əliyevin özü və əlaltıları tərəfindən bölünüb, paypoş olunub, Azərbaycan xalqı da kənardan baxır, durur. Və İlham Əliyev Rus agent axtarır. Agentlərin başında duran elə özüdür, casusların ən böyüyü özüdür. Azərbaycan xalqını ağlar günə qoyan özüdür. Bax, dünən qəzetçidə bir məqalə yayımlandı, video yayımlanıb ki, Qaçqın.com-da orada yüzlərlə qaçqını, məcburi köçkünü yığıb, heç kəs də qəbul eləmir. Heç kəs də qəbul eləmir və insanların geri qayıtmasının qarşısını alırlar. İlham Əliyevə Dağlıq Qarabağ ancaq özünə lazım olan işçi qüvvəsinin qayıtmasını istəyir. O istəmir Qarabağlılar geri qayıtsın və Qarabağlılar buna etiraz edəndə, buna narazılığını bildirəndə də ən müxtəlif üsullarla adamları aşağılayırlar, adamları kənarlaşdırırlar. Bax belə. Kanalıma abunə olun. Bu mən demirəm, amma görürəm ki, artıq demək lazımdır. Çünki Azərbaycanda media tamamilə susturulub, Azərbaycanda medialar tamamilə məhv olub gedir. İlham Əliyev bütün sahələrdə olduğu kimi mediada da özünün tənqidçilərini, həqiqətləri eşitmək istəmir. Mənim TikTok səhifəm vardı və milyonla baxış sayı olurdu və İlham Əliyev getdi, TikToka rüşvət verdi. Mənim TikTok səhifəm Azərbaycanda qadağan olunub, açılmır. Başqa ölkələrdə açılır. Ona görə YouTube-dan istifadə etməyə qərara gəlmişəm. Xahiş edirəm, bəyənin bu mənim videolarımı, paylaşın, dostlarınıza da deyin. Çünki mən istəyirəm ki, ölkədə baş verən həqiqətləri söyləyim, Azərbaycan xalqı bu həqiqətlərdən xəbər tutsun. Sağ olun.